mənim əhl-i beytimin misalı Nuhun gəmisi misalındadır. Hər kəs bu gəmiyə minsə nicat tapar, düşənsə qərq olar və həlak olar. Bunu böyük alimlər öz hədis kitablarında gətiriblər, demək olar ki, hədisdə şək şübhə yoxdur. Və qeyd elədik ki, bəzən biz bir sözü çox eşidirik, amma üstündə qalmırıq, tez keçirik. O üstündə qalıb təfəkkür eləmək bir çox müəmmalara cavab gətirir, bir çox suallara cavab verir. Mənim əhl-i beytimin məsəli, Peyğəmbər buyurdu ki, Nuhun gəmisi məsəlindədir, bənzətdi ona. Biz Quran-ı Kərimi açırıq, bir dənə surə görürük Nuh Peyğəmbər haqqında. Düzdür, çox da böyük surə deyil, amma surənin adı Nuh surəsidir. Bir də Hud surəsi var ki, Quran-ı Kərimdə 25-ci ayədən o tərəfə 43, 44, 45-ci ayələrə qədər Allah Teala xüsusi olaraq Həzrəti Nuh Peyğəmbərdən danışır. Və Həzrəti Nuh Peyğəmbərin gəmi düzəltməsindən danışır. O ayələri biz gərək bu hədisin yanında oxuyaq. Ki, Peyğəmbər bir dənə bənzətmə eləyib də, deyib ki, mənim əhl-i beytimin misalı Nuhun gəmisi misalındadır. Həzrəti Nuhun gəmisi necə bir gəmi idi? Ondan bunun nə əlaqəsi var? Peyğəmbər niyə bunu ona bənzətdi? Məcburuq o ayələri biz oxuyaq. Bilirsiniz ki, Allah Teala Quran-ı Kərimdə bir neçə Peyğəmbərə salam verib. Buyurub ki, Səlamun əla İbrahim, salam olsun İbrahimə. Səlamun əla Musa və Harun, salam olsun Həzrəti Musa və Haruna. Və bir neçə Peyğəmbər. Saffat surəsi 79-cu ayədə Allah Teala Həzrəti Nuh'a salam verir. Amma bir dənə də əlavə cümlə deyir. Buyurur ki, Səlamun əla Nuhin fil aləmin. Salam olsun aləmlərdəki Nuh'a. Məsələn, Səlamun əla İbrahimə fil aləmin demir. Səlamun əla Musa fil aləmin demir. Bu sözü Həzrəti Nuh Peyğəmbər üçün deyir. Alimlər buyururlar ki, Səlamun əla Nuhin fil aləmin deyirsə, Həzrəti Nuhun digər Peyğəmbərlərdən bir neçə fərqi var. Məsələn, uzun ömürlülük Həzrəti Nuhda olub. 1400 deyiblər, 2000 deyiblər, 2500-ə qədər deyiblər. Və bu məşhur gəmi düzəltmə əhvalatı da ancaq Həzrəti Nuhda olub. Ən çox təbliğ eləyən Həzrəti Nuh Peyğəmbər olub. 950 il Quran-ı Kərim deyir ki, Həzrəti Nuh Peyğəmbər təbliğ elədi. Və bir neçə, məsələn, Şeyxül Ənbiya deyirlər. Peyğəmbərlərin ən qocamanı, Peyğəmbərlərin şeyxi. Bəşərin ikinci atası deyirlər Həzrəti Nuh'a. Birinci atası Həzrəti Adəm, ikinci atası Həzrəti Nuh Peyğəmbər. Çünki Həzrəti Nuh Peyğəmbər hətta o bəla, tufan bəlası gəlməmişdən qabaq tarixdə var ki, 40 il müddətində qadınlara bir xəstəlik gəldi ki, övlad dünyaya gətirə bilmədilər. 40 il nəsil kəsildi. Sanki bir o gələcək bəlaya müqəddimə olaraq Allah Teala hazırlaşdırırdı insanları. Və Həzrəti Nuh Peyğəmbərin bir neçə oğlu oldu və onlar qaldı. Özü ilə bir yerdə gəmidə iştirak elədilər və qaldılar. Ondan sonra yer üzünə gələn bütün insanlar bu 2-3 Həzrəti Nuhun oğlunun vasitəsilə dünyaya gəldilər. Ona görə deyirlər, Nuh Peyğəmbər bəşərin ikinci atasıdır. Yəni, biraz fərqli cəhətlər var Həzrəti Nuh Peyğəmbərin özündə, qissəsində. Ona görə deyir, Səlamun əla Nuhin fil aləmin. Sanki bir diqqəti cəlb eləyir ora ki, salam olsun aləmlərdəki Nuh'a. Bu Nuh Peyğəmbər kimdir? Gəlir onun qissəsindən danışır. Mən istəmirəm onun qissəsini danışım. İstəyirəm, çünki məqsədimiz onun tarixini danışmaq deyil. Məqsəd həmin o
hədis ki var, buyurdu Peyğəmbərimiz. Keçən cümə də bu barədə danışdıq, bir neçə məqama işarə elədik. Elə həmin hədisdə yenə bir neçə məqama işarə eləyirik ki, Peyğəmbər buyurdu ki, mənim əhl-i beytimin məsəli Nuhun gəmisi məsəlindədir. Ona bənzəyir. Baxın, indi əlaqələr aparıb əhl-i beyti tanımağa çalışacağıq. Allah Teala Peyğəmbərin dili ilə əhl-i beytin məqamını insanlara tanıtdırır. Buyurur Həzrəti Nuh Peyğəmbər, Allah Teala ona göstəriş verdi ki, bir dənə gəmi düzəldi. Vasna'il fulkə. Ya Nuh, bəla gələcək, yer üzünü sel basacaq, bütün hər yer su olacaq və su əgər bəzən həyat mənbəyidir, bu dəfə həlakət mənbəyi olacaq. Su bu dəfə həyat verməyəcək, əksinə həyatları əldən alacaq. Çünki Həzrəti Nuh Peyğəmbər özü istəmişdi. 950 il təbliğatın nəticəsində rivayətlərdə var ki, 80 nəfərə yaxın Həzrəti Nuh'a iman gətirən olmuşdu. Yəni, belə baxanda Nuh Peyğəmbər kimi Allahın rəsulü, Allahın özü də ulul əzm 5 böyük Peyğəmbərlərdən biridir. Onun 50 ilinə hələ bir 500 nəfər iman gətirməli idi. 950 ildə hələ 100 nəfərə çatmadı iman gətirənlərin sayı. Alimlər buyururlar, hər 12-13 ildən bir nəfər gəlirdi. Hələ o da düzəməlli gəldi, qaldı, qalmadı, hələ onun özü də bir ayrı mövzu. Amma iman gətirdi də, ayrıldı o cahillərdən, yolunu yazmışlardan. Özü istədi. Dedi, ilahi, bu da kafirlər, bu kafirləri yer üzündə qoyma. Onların hamısını həlak elə. İndi Həzrəti Nuh Peyğəmbər burada o hisslərinə qapanıb qəzəbindən demədi ya bu sözü. Da 950 ilin nəticəsində bilirdi ki, bu mümkün deyil. Allah bağlayıb bunu. Bunun heç yaşamağının nə mənası? Qalıb bundan nə olacaq? Ona görə qoy həlak olsun. Və həmin ayələrdə belə bir ayə də var, deyir, Həzrəti Nuh Peyğəmbər buyurdu ki, ilahi, bunlar qalsa, bunlar gələcək nəsildəki insanları da yoldan çıxartacaq. Bu Quran ayəsidir. Çünki Allah Həzrəti Nuh'a xəbər vermişdi ki, sənə nə qədər, kim nə qədər iman gətiribsə, elə o qədər də olacaq. Da sənə iman gətirən olmayacaq bundan əlavə. Ona görə də Həzrəti Nuh Peyğəmbər həm Peyğəmbər idi, həm belə 950 ilin təbliğatçısı kimi, həm Allahın xəbər verməsindən də bildi ki, bu insanlar nədir? Daha iman gətirən olmayacaq. Ona görə də Allahdan bu bəlanı istədi. Dedi, yaxşı, indi ki sən bu bəlanı istədin, mən bu bəlanı verirəm. Yer üzünü su basacaq. Amma sən bir dənə gəmi düzəld. Vasna'il fulkə. Bir dənə gəmi düzəld. Həzrəti Nuh Peyğəmbər başladı gəmini düzəltməyə. Taxta, mismar, nə bilim, alətlər başladı. Özü də quru səhralıqda Həzrəti Nuh Peyğəmbər başlayır gəmi düzəltməyə. Gəlirlər, keçirlər o tərəfə, bu tərəfə, Həzrəti Nuh'u da məsxərə edirlər. Vəsna'il fulkə, gəmini düzəlt. Ayə buyurur, Hud surəsi 37-ci ayə. Bi'əyunina, bizim gözümüzün qabağında, bizim nəzarətimizlə. Ardıcan buyurur, və vəhyina, diqqətlə qulaq as, bizim vəhyimizlə gəmini düzəlt. Yəni, gəmini öz başına düzəltmə. Niyə görə? Sən bilmirsən ki, bəla necə gələcək. Sən nə biləsən ki, gəminin uzunun nə qədər eləyəsən, enin nə qədər eləyəsən, nə qədər mismar vurasan, hansı taxtadan eləyəsən, hansı cür formada düzəldəsən, bunun oturacağını necə düzəldəsən, üzməyin necə düzəldəsən, bunu sən bilmirsən. Sənin üçün Peyğəmbərlik idi, sən dülgər deyilsən ki. Heç birdən, məsələn, o dövrün məşhur bir dülgərində gətirsəydilər, o gəmini düzəldə bilməyəcəkdi. Elə gedib gəlib Nuhdan, Həzrəti Nuhdan soruşacaqdı ki, bu su haracan qalxacaq? Su hara qədər gedəcək? O da deyir, nə bilim, valla, Allahdır da bu bəlanı göndərən odur. Bilmirəm ki, ona görə usta gərək bilsin ki, ona uyğun düzəltsin düzəltdiyini. Görsən, gelirsən ustanın yanına ki, filan şey düzəlt, başlayır səndən soruşmağa. Burada kim oturacaq? Məsələn, nə qədər yükü olacaq? Sən deyirsən hamısını, o da ona uyğun hər şeyi hesablayır. Həzrəti Nuh Peyğəmbər bilmirdi ki, bəla nə cür gələcək, nə qədər gələcək, haracan gələcək və üstəgəldə sənəti bu deyil. Ona görə də Allah Teala buyurur ki, iki şey buyurur.
gəmini düzəlt bizim nəzarətimizlə gözümüzün qabağında və bir də bizim vəhyimizlə biz sənə deyəcəyik ki, o taxtanı nə cür vur, mismarı nə qədər vur, onun uzunun nə qədər elə, enin nə qədər elə və tutumun nə qədər elə. Onu biz sənə deyəcəyik. Yəni, Həzrəti Nuh gəmini ilahi nəzarətsiz, ilahi vəhisiz öz başına düzəltmədi. Ayə göstərir. Nə düşünürsünüz buradan? Peyğəmbər buyurdu ki, mənim əhl-i beytim Nuhun gəmisi misalındadır. Yəni, əhl-i beytin təyinatı birbaşa Allahın nəzarətindədir.